Vaxt Aydının burnunda əyrilik var idi. Elə oldu ki, aşık olmalı oldu. Bizden oxuyan bir qıza aşık olmalı oldu. Ve biraz da bu burnu ona imkan yaratmırdı ki, rahat bu sevgisini beyan edebilsin. Ve başladı derse gelmemeye, evde de təkidlə dilənməyə başlayıb ki, mənim burnum əməliyyat olmalıdır ki, mən düzəlim. Sonra əməliyyat oldu, ondan da pis oldu, yaxşı görünmürdü. Amma 2 il gəlmədi Aydın instituta. O da heç onun tərəfə baxmırdı. Ümumiyyətlə də 2 kurs aşağı kursda başladı oxumağa. Biz institutu 4 ilə bitirdik, Aydın 6 ilə qutardı institutu. Salam dəyərli izləyicilər. Bildiyiniz kimi Miray balamız 4 aydan çoxdur ki, müalicə alır. Artıq son prosedurlara gəlib çatmışıq, amma gücümüz çatmır. Çünki əlimizdə olan bütün imkanlardan istifadə eləmişik, borclar getmişik, artıq borclar da tapa bilmirik. Çox çarəsiz durumdayıq. Cəmi 3600 manat pul lazımdır. Hər birinizdən bu körpə balamız üçün dəstək olmağa rica edirəm. Heç bir yaxşılıq əvəzsiz qalmaz. Allah hər şeyi görür. İnşallah 1000 qatını sizə yetirər. Allah rızası üçün ekranda gördüyünüz bank hesabına gücünüz çatan qədər, səxavətiniz yol verən qədər dəstək olun. Allah heç kimə övlad acısı yaşatmasın, heç kimə çarəsiz qoymasın. Bütün xəstələrə şəfa versin inşallah, bizim balamız da onun içində. Ümid edirəm ki, dəstək olacaqsınız. Göydə Allaha, yerdə sizə güvənirəm. Dəstəyinizi əsirgəməyin.